Mən Şirinov Akif Sabah rayon 49 saylı intellekt məktəbi üçün riyaziyyat müəllimi. Bugün sizlərə 25 yanvar 2026-cı ildə 11-ci siniflər üçün olan sınaq imtahanının izahlarını verəcəm. Başlayırıq birinci sualdan. 1, 2, 3, 4, 6, 9, 9 sırasının moda və medianının həndəsi ortasını tapın. Deməli, moda ən çox təkrarlanan ədəd deməkdir. Burada da ən çox təkrarlanan, yəni 2 dəfə yazılan ədəd ən çox 9. Deməli, moda 9-dur. Və median. Median ən ortada olan ədəd. Bu da 4-dür. 2 ədədin həndəsi ortası onların ikinci dərəcədə kökü. Yəni hesabı kvadrat kökünə bərabərdir. Bu da elədi 6. Cavab C bəndi. 32-ci sual. Deməli, paralelogramın təpə nöqtələrinin koordinatları verilib. Paralelogramı da çəkək əyani şəkildə. Koordinatları da göstərək. Aydın olsun deyə. Deməli, ABC'də A nöqtəsinin koordinatı 2, -2, B nöqtəsinin koordinatı -4, 6, C nöqtəsinin koordinatı -1, 3, D nöqtəsinin koordinatı AB. Bizdən A üstəgəl B cəmini soruşur. Demək, bu mövzunu, bu məsələni həll etmək üçün biz paralel köçürmə və onun xassələrini bilməliyik. Buradan görürük ki, deməli, A nöqtəsi B nöqtəsinə paralel köçürmə vasitəsilə keçibsə, onda D nöqtəsi də C nöqtəsinə paralel köçürülür. Buradan paralel köçürmənin düsturunu çıxartsaq, yəni 2 -4 olubsa, deməli bu -6 vaid artıb. Plus -6. A nöqtəsinin x-ini -6 vaid artırmışıq. Bunu isə bu A ədədini -6 vaid artıranda -1 alınıbsa, bu deməli neçədir? 5. A oldu 5. B ədədinə baxırıq. B ədədi -2-dir, olub 6. Bu isə 8 vaid artıb. 8 vaid artıb 6 olub. Bunu da 8 vaid azaldarıq geri qayıtdığımız üçün. 3-dən də 8 qaldı -5. A və B nöqtələrinin koordinatı A 5, B -5. Bizdən də A üstəgəl B cəmini istədiyi üçün cavab 0. B'də təm bölən DY paraleldir AB, BY 3, BY 3, BY 3 yazdıq, sonra nə verilib? YC 6, bu 6'dır. Bu təm böləndir. Bizdən AB tərəfinin uzunluğunu istəyir, buraya yazacaq x. Bir də ki, YD'nin AB-yə paralel olduğunu verilib. Əgər bu paraleldirsə, onda bu bucaq, bu bucaqla daxili çarpaz bucaqlardır. Daxili çarpaz bucaqlar bilir ki, bir-birinə bərabərdir. Onda bu üç bucaq bərabər yanlı üç bucaq alınır. 3-dürsə, deməli bu tərəfdə 3-dür. Bu B, DY 3 bucağı bərabər yanlıdır. 3. İndi 3 bucağın oxşarlığından istifadə edək. 6 bölünsün 3 bərabərdir 9 bölünsün x. Buradan da x alırıq 4/5. A variantı. 34-cü sualda 2 sinüs kvadratı x bölü 2 bərabər bir tənliyin həllidir. Tənlik trigonometrik tənlikdir. Burada sinüs kvadrat olduğu üçün dərəcə azaltma düsturundan istifadə edək. Deməli 2 vurulsun. Sinüs kvadratda dərəcə azaltma düsturu 1 minus kosinüs 2x bölü 2'dir. Yəni 1 minus kosinüs 2'nin x bölü 2'ye vuranda qalacaq x bölü 2 bərabərdir 1. 2'lər ixtisar getdi. 1 minus kosinüs x bərabərdir 1. Kosinüs x bərabərdir 0. X da bərabərdir. Kosinüs 0'ı bilir 90 dərəcə alır. Pi bölü 2 üstə gəl pi k. Deməli cavab A variantı. Növbəti 35-ci sual. ABC düzbucaqlı üçbucağında ACB 90 dərəcə, bucaq B 40 dərəcə. Bucaqların dərəcə üstünə yazaq ki, aydın görünsün. 40 dərəcə. Sonra C median olarsa, bucaq B 40 dərəcə, C median olarsa AMC bucağını tapın. AMC bu bucağı istəyir bizdən. Buna alfa deyək. Üçbucaq ACB düzbucaqlı üçbucaqsa, bura B bucağı 40 dərəcə olanda A bucağı olacaq 50 dərəcə. Burada median
verilib. Bunu rahat həll etmək üçün əlavə buradan bir hündürlük çəkək. Bu olacaq hündürlüklə median arasındakı bucaq. Hündürlüklə median arasındakı bucaq düz bucaqlı üst bucaqda bilirik ki, iki bucaqların fərqinə bərabərdir. Yəni bu bucaq deməli bu olacaq iki bucaqların fərqi. Yəni 50 çıxılsın 40 dərəcə. 10 dərəcə. Bu bucaq 10 dərəcə olsa, deməli düz bucaqlı üst bucaqda alfada oldu 80 dərəcə. Otuz altıncı sual, deməli qüvvət funksiyasına aid olan bir çalışmadır. Köşkdə 3 üstə gəl 1 üstü x funksiyasının qrafiki ola bilər. Hansı funksiya ola bilər? Deməli bilirik ki, a üstü x funksiyası artan ola bilər, azalan ola bilər. A üstü x funksiyasının xassələrini bir daha təkrarlayaq. Deməli a birdən böyük olduğu halda funksiya artan olur. A 0-1 aralığında olanda isə funksiya azalan olur. Burada köşkdə 3 üstə gəl 1 birdən böyük ədəddir. Birdən böyük ədəd olduğu üçün deməli funksiya artan funksiyadır və cavab B variantı. Otuz yeddinci sual kvadrat köşklərə aid olan bir çalışmadır. X kiçikdir 1. Bu şərti hökmən nəzərə almaq lazımdır. Deməli, ifadəni belə sadələşdirək. Kök altında x kvadrat minus x minus 1 plus kök altında bu ifadə x minus 2'nin kvadratıdır. İçərinin kvadratı şəklində yazırıq. Bərabərdir. X kvadrat minus x minus 1 x minus 2 x birdən balaca olduğu üçün x minus 2 ifadəsi deməli ifadənin qiyməti mənfidir. Ona görə kökdən çıxanda 2 minus x şəklində çıxacaq. Bu da bərabərdir. Alınacaq x kvadrat minus x minus 1 üstə gəl 2 minus x sadələşdirmədim. Aşağı toplananları islah etsək x kvadrat minus 2x plus 1. Təzədən bu ifadədə x minus 1'in kvadratıdır. Yenə də eyni şərt. X birdən balaca olduğu üçün deməli bu ifadənin qiyməti mənfidir. Ona görə kökdən çıxardan 1 minus x olacaq. Variant A variantı. 38-ci sualda əkobu soruşur. Deməli, ədədlərin əbəb əkobunu tapmaq üçün bir sadə qruqlar qüvvət şəklində göstərmək lazımdır. Hazır burada ədədlər sadə qruqların qüvvət şəklində göstərilib və əkobları tapanda böyükləri götürmək lazımdır. Deməli, burada 2 üstü 2 var. 2 üstü 2 var. B ədədində 2 var. Qüvvət böyük olan oldu 2 üstü 2. 3 var, 3 üstü 2 var. Deməli, olacaq 3 üstü 2. Bir də 2, 5 üstü 2. 30, 30'un kvadratı 900. Demək, 39-cu sualda 9 minus x bölünsün x çıxı 3 böyük bərabər 0 bərabərsliyi ödəyən tam ədədlərin cəmini tapın. Bu bərabərslikləri interval üsulla həll olunur. Yəni 9 minus x bərabər 0, x bərabər 9, x minus 3 bərabər 0, x bərabər 3. İnterval quracağıq 3-9 arasında. İstənilən bir dənə ədəd götürək. Məsələn 0. 0'ı qoysaq, surət olacaq müsbət, məxrəc olacaq mənfi. Müsbəti mənfiyə böldükdə mənfi, müsbət, mənfi. Bizdən də böyük bərabər 0, yəni müsbət olan aralıqları istəyir. 3-9. Ancaq burada diqqət olunması məqam odur ki, məxrəci sıfıra çevirib çevirməməyinə baxırıq. 3'ü yaza bilmərik çünki məxrəci sıfıra çevirir, ancaq 9 daxildir. Deməli, bərabərsliyin həlləri budur. Tam ədədlərin cəmini. Bu aralığa düşən tam ədədlər 4, 5, 6, 8, 9, cavab 39. Qırxıncı çalışma. Trapesiyada AB 5, BC 3, CD 4 köşkdə 2, bucaq D 45 dərəcə. Bizdən istədiyi AD oturacaq. Deməli, bu 45 dərəcədirsə, burada bir hündürlük çəkək. Bu 45 dərəcə olanda bu da 45 dərəcə olacaq. Yəni, bu bərabər yanlı düz bucaqlı üst bucaq oldu. Burada 4 köşkdə 2-dirsə, deməli, bu tərəflər hər biri 4 olacaq.
Bu hündürlük 4-dürsə, buradan çəkilən hündürlük də 4 olacaq. Deməli, Pifaqor ədədlərində 5, 4, bura olacaq 3. BC 3 olduğuna görə bu məsafədə olacaq 3. Bizdən istəyir AD oturacağı 3, 3, 6, 4, 10. Başlayaq. Deməli, 41-ci çalışmada ifadəni sadələşdirmək tələb olunur. Ona görə surətdə x kvadrat mötərizə xaricinə çıxarsaq qalacaq x plus y minus mötərizə daxilində yazdıqda bu da x plus y işarə dəyişir. Aşağıdan x-i mötərizə xaricinə çıxarsaq x kvadrat minus 1 və buradan deməli x plus y-i mötərizə xaricinə çıxartdıqda qalır x kvadrat minus 1, məxrəcdə x kvadrat minus 1 vurulsun x. X kvadrat minus 1-lər ixtisar olundu. Cavab x plus y bölünsün x. D variantı. Deməli, növbəti sualımız kvadrat tənliyə aiddir. Köklərindən biri m olarsa, tənliyin kiçik kökünü tapın. Deməli, kvadrat tənliyin kökünün biri m-dirsə, o biri kökü x1 deyək. x1, ikinci kökdə m olarsa, Viet teoreminə görə bildik ki, köklər cəmi əks işarə və ya misalına. Yəni, m plus 1-ə bərabərdir. Buradan m-ləri islah eləsək, x1 1-ə bərabər olur. Köklər hasılı isə siyah misalı 5 eləməlidir. Deməli, x2 də 5-dir. Bizdən də tənliyin kiçik kökünü istədiyi üçün cavab 1, Y variantı. Qırx üçüncü sualda dövr kəsirlərdir. 1 bölünsün 0-dan dövrdə 2. 9-da 2 deməkdir, ancaq 1 bölünsün olduğuna görə olacaq 2-də 9. Deməli, 0-dan dövrdə 2, 9-da 2 deməkdir, 1 bölü 9-da 2, 2-də 9. Bu isə 9-da 5 deməkdir, tərsinə çevriləndə olacaq 5-də 9. Bölməni vurmaya çevirsək, 9-da 7, bu isə olacaq 7-də 9. Bərabərdir, ortaq məxrəc 10, 45, üstə gəl 18, vurulsun 7, 9, 63, 10, vurulsun 7-də 9. Deməli, 63, 7 nə ixtisarlısı 9, 9, 9, 81, ona da böləndə 8,1, cavab D variantı. 44-cü sual trigonometrik ifadədir. Demək, ifadənin qiymətini tapmaq tələb olunur. Deməli, burada neyindir? Tangens 60 dərəcənin qiyməti məlumdur, yazaq yerinə kökdə 3-ə bərabərdir. Sinus 20-ni olduğu kimi saxlayaq. Sinus 20 çıxılsın 1 bölünsün kosinus 20. Bu kəsirləri toplamaq üçün bunlara ortaq məxrəc ikisinin hasili olacaq. Sinus 20 vurulsun kosinus 20. Burada olacaq kök altda 3 kosinus 20 çıxılsın sinus 20. Sinus 20. Bu kəsirin surətdəki ifadənin hər tərəfini 2-yə bölək. Kök altda 3 bölü 2. 2-yə böldüyümüz üçün qarşısına 2 vurulsun yazaq. Kök altda 3 kosinus 20 çıxılsın 2-də 1 sinus 20. Məxrəcdəki ifadəni də 2-yə vuraq ki, eyniliyi almaq üçün. 2 sinus 20 kosinus 20. Bunu da 2-yə vurduğumuz üçün qarşısına 2-də 1 yazaq. Deməli, bərabərdir. Burada yazaq. Kökdə 3 bölü 2-ni yazaq kosinus 30 dərəcə. Kosinus 30 dərəcə, kosinus 20 dərəcə. Çıxılsın 2-də 1-i də yazaq sinus 30 dərəcə. Sinus 30, sinus 20. Məxrəcdə də olacaq 2-də 1 sinus 40 dərəcə. Sinus 40 dərəcə. Bu da bərabərdir. Deməli, surət olacaq
kosinus alfa kosinus beta çıxılsın sinus alfa sinus beta. Kosinusda bilirik ki, işarə dəyişir. Olacaq kosinus alfa plus beta. Yəni kosinus 50 dərəcə. Kosinus 50 dərəcə. Məxrəcdə də 2-də 1 sinus 40 dərəcə. Çevirmə düsturundan istifadə edəndə sinus 50 dərəcə ilə kosinus 40 dərəcə eyni qiymət olduğunu bilirik. Yəni 90 çıxılsın 40 yazanda eyni funksiyalardır. Qalır 2 bölü 2-də 1. Cavab 4. 45-ci sualda A bərabərdir 3, 5, 6, 7, 9, 10 çoxluğunun 2 elementli alt çoxluqları 3 elementli alt çoxluqlarının neçə faizidir? A ədədi B ədədinin neçə faizi olduğunu tapmaq üçün deməli A bölü B vurulsun 100 düsturuna istifadə edirik və 2 elementli alt çoxluqlarının sayını tapmaq üçün yazır kombinizon 6-dan 2. Çünki 6 dənənin içindən 2 dənəsini mümkün variantlara sayı kombinizon 6-dan 2 deməkdir. 3 elementli alt çoxluqlarının sayı kombinizon 6-dan 3 deməkdir. Bunların qiymətini hesablasaq, deməli, bu elədi 15, kombinizon 6-dan 3 elədi 20, vurulsun 100, bu da elədi 75%. Deməli, 46-cı sualda trapesiyanın xaricinə çevrə çəkilib. Bucaq A çıxılsın bucaq D fərqini istəyir bizdən. Əgər trapesiyanın xaricinə çevrə çəkilibsə, deməli, onun qarşı bucaqlarının cəmi 180 dərəcə olmalıdır. Əgər burası 85 dərəcədirsə, deməli, D bucağı olacaq 115 dərəcə. A bucağı 65 dərəcədirsə, istəyirəm. Deməli, 85 dərəcə olanda D bucağı olur 95 dərəcə. 65 dərəcədirsə, onun qarşısındakı A bucağı olacaq 115 dərəcə. Bizdən də deməli A minus D-ni istəyir, yəni 115 çıxılsın 95 bərabərdir 20 dərəcə. E, 47-ci sualda loqaritmik tənlikdir. Loqaritm kök altda 2-ci əsasdan x. Burada kök altda 2-ni biz 2 üstü 2-də 1 kimi yaza bilərik. 2 üstü 2-də 1. Qarşıya da keçəndə buradakı qüvvət qarşıya tərsinə keçir. Demək olur 2. Üstə gəlinsin loqaritm 2 əsasdan x. Üstə gəlinsin 2 vurulsun. Burada yenə də loqaritm 4 əsasdan. Burada 2 üstü 2 kimi yazırıq. O 2 qarşıya 2-də 1 kimi keçir. X bərabər 32. Deməli, oldu 2 loqaritm 2 əsasdan x üstə gəl loqaritm 2 əsasdan x üstə gəl 2 ilə 2-də 1 ixtisar gedir. Loqaritm 2 əsasdan x bərabərdir 32. 2, 4 loqaritm 2 əsasdan x 4 loqaritm 2 əsasdan x bərabərdir 32. Loqaritm 2 əsasdan x bərabərdir 8. X da bərabərdir 2 üstü 8. Bu da 256. Deməli, 48-ci sualda tərəflərinin uzunluqları tam ədədlər olan ABCD və MNKD kvadratları üçün ştrixlənmiş hissənin sayısı 23 olarsa, MNKD kvadratının perimetrini tapın. Deməli, ştrixlənmiş hissənin sayısını tapmaq üçün bilirik ki, biz böyük kvadratın sayəsindən balaca kvadratın sayəsini çıxmalıyıq. Ştrixlənən hissənin sayəsini tapmaq üçün. Bunları müxtəlif dəyişənlərlə ifadə edək. Məsələn, böyük kvadratın tərəfini x ilə ifadə edək, balaca kvadratın tərəflərini y ilə ifadə etsək, onda böyük kvadratın sayısı olacaq x kvadrat, balaca kvadratın sayısı olacaq y kvadrat, sahələr fərqi, ştrixlərin hissənin sayısı 23 olduğu üçün deməli fərq 23 olmalıdır. Və burada deyir ki, tam ədədlər olarsa, tam ədədlər. Bunu müxtəsər modusuna açsaq, x minus y, x plus y bərabərdir 23. Bu, yeganə 1 və 23 halında doğruluqda tam ədədlər olduğu üçün. X minus y 1 olar, x üstə gəl y 23 olar. Sistem tənliyi ilə həll etsək 2x bərabərdir 24, x bərabərdir 12, y-i də qoysaq burada, y də bərabər olacaq 11.
Yəni balaca. Bizdən istədiyi MNKN. MNKN. Deməli Y-i istəyirdi. Y-in perimetrini. Tərəfləri 11 olduğu üçün deməli bunun da perimetri olacaq 44. Deməli 49-cu məsələdə bayram üçün hazırlanmış hədiyyə qutularının 5də 2 hissəsi hər gün 40 qutu, qalan hissəsi isə hər gün 50 qutu paylanmaqla 44 günə bitirilməlidir. Hədiyyə üçün hazırlanmış qutuların ümumi sayını tapın. Biz hədiyyə üçün hazırlanmış qutuların ümumi sayını x-dən ifadə edək. X-dən. Deməli onun 5də 2 hissəsi, 5də 2 hissəsi hər gün 40 qutu olmaqla. Bölək 40-a, görək bunu neçə günə paylayacaqlar. Demək, hədiyyələrin sayını 40 qutuya böldük, neçə günə paylanmaqını tapmaq üçün. Deyir, qalan hissəsi. Əgər 5də 2 hissəsi bu idisə, qalan hissəsi də olacaq 5də 3x. Qalan hissəsində hər gün 50 qutu olmaqla. Bunu da bölürük 50-yə. Və ümumən 44 günə bitib. Deməli, birinci qutuları paylamağa sərf olunan vaxt, ikinci hissəni paylamağa sərf olunan vaxt, ikisi bir yerdə 44 gün olmalıdır. Yəni, deməli, bu tənlik 44-ə bərabər olmalıdır. Deməli, buradan alınır. X bölünsün 100, üstə gəlinsin 3x bölünsün 250 bərabərdir 44. Bunları ortaq məxrəcə gətirsək 500-də deməli 5x plus 2 6x bərabərdir 44. 11x bərabərdir 44 vurulsun 500. Hər tərəfi 11-ə ixtisar edəsək, x bərabər 4 vurulsun 500. X bərabərdir 2000. Deməli, hədiyyə qutularının ümumi sayı 2000 dənəymiş. ABCD rhombunda AM bərabərdir BM. Bunları işarə edək ki, AM BM-ə bərabərdir. M-in perpendikulyardır AD, o verilibdir. AN 2. Bu məsafə 2. Sonra ND 6. Rhombdan söhbət gedirsə, deməli AD tərəfi 8-dirsə, CD tərəfdə 8-dir, bu tərəfdə 8-dir və bu tərəfi yarıya bölünürsə 4, 4. Bu balaca üçbucağı burada çəkək, rahat görüntü almaq üçün. Deməli, bura 2, bura 4-dürsə, bilirik ki, bu bucaq 30 dərəcə olmalı. Çünki 30 dərəcəli bucaq qarşısındakı katet hipotenuzun yarısıdır. 30 dərəcə. Bu bucaq 30 dərəcədirsə, deməli, bu bucaq onda olacaq 60 dərəcə. 60 dərəcə. Deməli, bucaq A 60 dərəcədir. Bucaq A 60 dərəcə olsa, onda bucaq B, bilirik ki, paralelogramın bir tərəfinə bitişik bucaqların cəmi 180 dərəcədir. Bucaq A 60-dırsa, bucaq B olacaq 120 dərəcə. Və üçbucağın iki tərəfini və onlar arasındakı bucağı biliriksə, üçüncü tərəfi kosinuslar teoremi ilə tapa bilərik. Yəni, MC bərabərdir kök altında 4-ün kvadratı plus 8-in kvadratı minus 2 vurulsun 4 vurulsun 8 vurulsun kosinus 120. Bu da bərabərdir 16 plus 64 kosinus 120 dərəcə mənfi 2 də 1-ə bərabərdir. İkinci cürbə düşdüyü üçün. Qabaqda da mənfi 2 var. Bunlar ixtisar gedir. Qaldı 32. Bu da bərabər olur kök altında 112. Bu da olacaq deməli 7 kökdə 4 kökdə 7. 4 kökdə 7. 16 vur 7 kimi yazdıqda cavab olur 4 kökdə 7. 51-ci bərabərsizlikdir. Bərabərsizlik sisteminin yeganə həlli olarsa n-n fərqini tapın. Tutaq ki, bu bərabərsizlikdən biz 2x tapmaq üçün yazmalıyıq 2x böyük bərabərdir m çıxılsın 3. Aşağıdan 2x tapmaq üçün kiçik bərabərdir n üstə gəl 4 yazmalıyıq. Deməli, bu bərabərsizliyin yeganə həlli var. Başqa bir buna oxşar bir nümunə yazaq. Tutaq ki, x böyük bərabər 3, x kiçik bərabər 3. Bu bərabərsizliyi ödəyən ədəd yeganə ədəd 3-dür. Deməli, bu bərabərsizliyin də yeganə həlli olması üçün
Sağ tərəfdəki ifadələr bir-birinə bərabər olmalıdır ki, yeganə həlli olsun. Yəni, m çıxılsın 3 bərabər olmalıdır. N üstə gəl 4-ə. Buradan m çıxılsın m bərabər 4 plus 3 7. Bizdən nə istədik? M minus n idi. Deməli, cavab 7. Deməli, 52-ci sualda çevrə ABC bərabər tərəfli üçbucaqdır. Bərabər tərəfli, yəni bütün tərəflər bir-birinə bərabərdir. AB tərəfinə D nöqtəsində toxunan və C təpə nöqtəsindən keçir. BY 4-dür. BY. Deməli, bura 4-dür. YS 5-dir. YS 5-dir. Bizdən AD parçasının uzunluğunu istəyir. AD-yə yazaq x. Burada bir y deyək. Deməli, çevrədə BD toxunandır, BC isə kəsəndir. Toxunan və kəsən arasındakı əlaqə düsturuna görə toxunanın kvadratı, yəni y-in kvadratı bərabər olacaq 4 vurulsun bütöv hissə, kəsənin bütöv uzunluğu. Yəni 4 plus 5, 9. Deməli, y kvadrat bərabərdir 36, y 6 oldu. BC tərəfi 9 idi. Üçbucaq bərabər tərəfli üçbucaq. Deməli, burada 9. Biz y 6 tapmışıqsa, deməli, yerdə qalan x olacaq 3. Bizdən də AD-ni istəyirdi. Deməli, cavab 3. Deməli, 53-cü sualda fx bərabər x kvadrat minus a plus 1 x üstə gəl a minus 4 funksiyasının qrafiki apsis oxunu a və b ordinat oxunu c nöqtəsində kəsir. A 2, 0 olarsa b və c nöqtələrinin apsislərinin cəmini tapın. Deməli, bu funksiya a nöqtəsi 2, 0 nöqtəsində funksiyaya aiddir. Deməli, x yerinə 2, y-in yerinə 0 qoya bilərik. 0, 2 qoyanda 4, 2-nin kvadratı 4. A plus 1 vurulsun 2 üstə gəlsin a minus 4 bərabər 0 olacaq. 4 minus a, 4 minus 2a minus 2 üstə gəlsin a çıxılsın 4 bərabərdir 0. 4-ləri islah eləsək, mənfi a bərabərdir 2, a bərabər mənfi 2 olur. A-nın mənfi 2 qiymətini funksiyada yerinə yazsaq, deməli, funksiya belə olacaq. Fx bərabərdir x kvadrat üstə gəl x minus 6. Funksiya bu şəkildə oldu. Deməli, bu funksiyanın x oxunu kəsdiyi nöqtələr, yəni bu təminin kökləri deməkdir. D teoremindən də bu təminin kökləri 2 və mənfi 3 olur. Bunu x1, x2 qrafik olaraq təsvir edək. Deməli, paraboladır. Kvadratik ölçü olduğu üçün qolları yuxarı. Mənfi 3 və 2 nöqtəsində apsis oxunu kəsir. Bu nöqtələrdir. A, B, bu da C nöqtəsi. Bizdən istədiyi B və C nöqtələrinin apsislərinin cəmi. B nöqtəsinin apsisi 2, C nöqtəsinin apsisi 0. Deməli, cavab oldu 2 plus 0. Yəni, cavab 2-yə bərabərdir. Apsislərin cəmi 2-yə bərabərdir. 54-cü sualda A, mənfi 1, 4, B, 2, 3, C, 5, mənfi 6 olarsa AB və AC vektorlarının skaler hasilini tapın. Vektorların skaler hasilini tapmaq üçün əvvəlcə biz vektorların koordinatlarını tapmalıyıq. Vektorun da koordinatını tapmaq üçün son nöqtədən başlanğıc nöqtənin koordinatı çıxılır. Deməli, AB isə 2-dən mənfi 1 çıxılır. Olur 3, 3-dən 4 çıxılır, olur mənfi 1. Bu AB vektorunun koordinatı. AC vektorunun koordinatını tapanda C-dən A-nı çıxmalıyıq. Mənfi 5-lər mənfi 1 çıxanda 6, mənfi 6-dan 4 çıxanda mənfi 10. İndi biz AB və AC vektorlarının skaler hasilini tapmalıyıq. Skaler hasilini tapmaqda onların uyğun koordinatlarının hasilləri cəmi. Yəni 3 vur 6, 18. Üstə gəlsin mənfi 1 ona burada 10. Cavab oldu 28. Axırıncı sualımız. Bütün hədləri müsbət olan ədədi silsilənin ilk 3 ardıcıl hədləri x, x kvadrat çıx 1 və 3x üstə gəl 4 olarsa silsilə fərqini tapın. Deməli, ədədi silsilədə ədədi orta qanunu var. Yəni, ortadakı hədd x kvadrat minus 1. Kənardakilərin ədədi ortasına bərabərdir. Yəni, kənar hədd x və 3x üstə gəl 4. Bunları toplayıb 2-yə böldükdə ortadakı hədd alınmalıdır. X kvadrat minus 1 bərabərdir
4x plus 4 bölünsün 2. X kvadrat minus 1 beraberdir 2x üste gel 2. X kvadrat minus 2x minus 3 beraber 0. Kvadrat termiği aldık. Bunun da köşkləri x beraberdir olacaq 3 və -1. Bizə də deyir ki, silsilənin hədləri müsbət ədəddir. Burada x ilə başlayırsa, deməli, birinci hədd -1 ola bilməz, 3'dür bu hədd. 3, yoxlaya da bilərik. Digər hədd x kvadrat çıx 9, yəni 9, 3'ün kvadratı 9 çıx 1, 8. Növbəti hədd 3x üstə gəl 4. 9 üstə gəl 4, 13. Hədlər budur, 3, 8, 13. Görürük ki, 5, 5 artır. Bizdən də istədiyi silsilə fərqi, hədlər fərqi. Cavab 5.